Salam, hər vaxtınız xeyir. 9-cu sinif 20 sınaqdan, 20 sınaqdan 4-cü mövzu sınağınızı eləyəcəm. Birinci sualdan başlayaq. Deyir ki, m çıxılsın 2x üstə gəlsin 5 bərabərdir 0. Deyir, tənin nə zaman həlli yoxdur? Mən də bilirəm ki, ax bərabərdir b tənin o zaman həlli yoxdur ki, a 0-dır, amma b 0-dan fərqlidir. Mən də yazıram m çıxılsın 2x bərabərdir -5. Deməli, bura 0 olmalıdır. Yəni, m çıx 2 bərabərdir 0 olmalıdır. Onda m də bərabərdir 2-yə. Yəni, m-in 2 qiymətində D variantı bu tənin həlli yoxdur. İkinci sual. X üstündə 2 çıxılsın m. Üstə gəlsin x üstündə m plus 2. Üstə gəlsin 4x çıx 11 bərabərdir 0. Təni kvadratik tənli olsun. Biz bir kvadrat təni ax kvadrat plus bx plus c tənlidir. Deməli, burada mütləq x-in kvadratı iştirak etməlidir, 100%. Onda belə çıxır ki, baxın, bizim bx-imiz var, c-imiz var, amma ax kvadratı yoxdur. Onda, yəni, bunlar nə olmalıdır? 2-yə bərabər olmalıdır. 2-yə bərabər olmalıdır. 2-yə bərabər olması üçün, amma üstü mənfi olmalı deyil. Baxın, üstü mənfi olmalı deyil. Deməli, 2 çıxılsın m, həm müsbət olmalıdır, həm müsbət olmalıdır, həm də 2-yə bərabər olmalıdır. Konkret 2-yə bərabər olsun desək, onda buradan biz m-i tapırıq 0. Deməli, 2 şərtdə ödəməlidir. Onda m plus 2-də 2-yə bərabər eləsək, baxın, m də bərabərdir bu da 0. Deməli, m-in 0 qiymətində həqiqətən də 0 aparıb yerinə qoysaq, olacaq x-in kvadratı plus x-in kvadratı plus 4x çıx 11 bərabərdir 0. 2x-in kvadratı plus 4x çıx 11 bərabərdir 0. Cavabımız oldu 0. İkisi də ödədi A variantı. Üçüncü tapşırıq. Deyir ki, 2x çıxılsın py bərabərdir -12. Və bizə verib p çıx 2, p plus. Mən də bilirəm ki, birinci x gəlir, sonra y gəlir. X-in qiymətini yerinə qoyuram. Yazıram 2 vurulsun p çıx 2, çıxılsın p vurulsun p plus 3 bərabərdir -12. Yazıram 2p çıx 4 çıx p-nin kvadratı çıx 3p bərabərdir -12. Mənfi p bərabərdir, deməli, 0. Hər tərəfi mənfiyə bölürəm. Bizə nə soruşur? Deyir, p-nin ala biləcək qiymətləri hasili. P-nin ala biləcək, mən də Viet teoremi bilirəm. Viet teoriminə görə, demək, çevrilmiş kvadrat nədir? Yəni, x-in çevrilmiş kvadrat təyin nədir? A-sı 1 olmalıdır. İndi məndə burada A1-dir. Yəni, konkret mən çevrilmiş artıq kvadrat təyini yazıram. Mən də bilirəm ki, x1-in x2-nin cəmi mənfi p-yə bərabərdir. Hasili isə onların elə q-yə bərabərdir. Mən də burada q nədir uşaqlar? Baxın, q məndə -8-ə bərabər. Onda bizim q-miz olacaq cavab -8. Yəni, cavab olacaq Y variantı. Keçirəm 4-cü tapşırığa. Kvadrat təyin diskriminantını tapın. Mən də bilirəm ki, diskriminant. Birinci təyini yazıram. 2p plus 3 3p bərabərdir 0. Mən də bilirəm ki, ax kvadratı plus bx plus c bərabərdir 0 təyini diskriminant. B kvadratı çıxılsın 4ac-dir. Mənim a-im nədir uşaqlar? 1. B nədir? 2p plus 3. C nədir? P-nin kvadratı plus 3p. Diskriminantda yeni qoyacam. B-nin kvadratı, yəni 2p plus 3-ün kvadratı çıxılsın 4 vur, 1 vur. P-nin kvadratı plus 3q. 3p. Bərabərdir. Açıram mötərizəni. Yazıram 4p-nin kvadratı plus 12p plus 6. Çıx 4p-nin kvadratı çıxılsın 12p. Baxın, bununla bu getdi, bununla bu getdi. Cavab olacaq nə? Nə səhv elədim? Bir də baxaq. Üzr istəyirəm, bu 9 olacaq. 6 yazmışam, çalışıb. Cavab A variantı. 9. 5-ci sual. Deyir ki, m bölünsün x çıx 2 bərabərdir -5. X-in kvadratının bərabərdir 4. Yəni, tənliyinin köşlərindən biri ilə ortaq olarsa. Uşaqlar, axı mən bilirəm axı. Burada x bərabərdir müsbət -2-yə, amma burada x2 ola bilməz. Çünki məxrəc 0 ola bilməz. Deməli, bu x2 olamazsa, onda -2 imiş burada. Baxın, onda burada -2 imiş. Yerinə qoyuram, yazıram m bölünsün -2 çıx 2 bərabərdir -5. M bərabərdir -4 bölünsün -5. M də bərabərdir 20-yə. Cavab D variantı. 6-cı sual.
Deyir ki, 2 nöqtəsi kəsr nöqtəsi. Uşaqlar, yerinə qoyacağam. Yazdım 2x plus y bərabərdir m. 2 nöqtəsi isə deməli x2-də y3-dür. Yerinə qoyuram. 2 vur 2 plus 3 bərabərdir m. Onda m bərabər oldu 7-yə. Bu 1. Keçirəm, indi o birisini yerinə qoyuram. Yazıram nx, üstə gəlsin m, y bərabərdir 11. M vur x-in qiyməti 2-dir, m-in qiyməti 7-dir, y-in qiyməti 3-dür. Onda 2m bərabərdir 11 çıx 21. 2m bərabərdir mənfi 10, n də bərabərdir nəyə? Mənfi 5-ə. Mənə də hasil soruşur. Mənfi 5-dən 7-nin hasili olacaq. Cavab mənfi 35. C variantı. 7-ci sual. Deyək, kvadrat tənlik köşklərinin 2 vahid böyük olan. Uşaqlar, yazıram ki, x1 ilə x2-nin cəmi nədir uşaqlar? Üçviyyət teoreminə görə. x1 ilə x2-nin hasili nədir? 1, müsbət 1. Mənə deyək ki, köşkdə 2 vahid böyük. Onda x1 plus 2 ilə məndən x2 plus 2 tapacam. Cəmidir. Köşkləri budur. Cəmidə bu olacaq. Bərabər olacaq bir p-yə, mənfi p-yə. x1 plus 2 vurulsun. x1 plus x2 plus 2-nin də hasili olacaq q. Yəni, çevirmiş kvadratların nə idi? X-in kvadrat üstü gəlsin px plus q tənliyini ödəyəcək. İndi birinci bunu hesablayıram. Üstəki olacaq məndə 2x üzr istəyirəm. x1 plus x2 plus 4 bərabərdir mənfi p. Axı, mən də x1 x2-nin qiymətini bilirəm 3-dür. 3 ilə 4-ün cəmi mənfi p. P də bərabərdir nəyə? Mənfi 7-yə. Deməli, mən p-mi tapdım. Mənfi 7. Keçirəm q-yə. x1 vur, mən indi bunu açıram. İndi baxın, bunu açacaq olacaq x1 vur x2. Üstə gəlsin 2x1 plus 2x2 plus 4 bərabərdir q. x1-in x2-nin hasili nədir uşaqlar? 1. 2 vurulsun. x1-lə plus, baxın, x1 plus x2 deməkdir. Bizə bunu verib nə? Baxın, 3 verib. Yeni 3 qoysam, olacaq 6. 1 üstə gəl 6 plus 4 bərabərdir q. Q də bərabərdir nəyə? 11-ə. Deməli, bu da olacaq, üstə gəlsin 11. Cavabı baxıram, cavab Y variantı. Keçirəm 8-ci suala. Yusif birinci gün, deməli, deyir Yusif birinci gün pulunun, axı mən Yusifin pulunu bilmirəm axı. Yusifin pulu olsun 1x. Birinci gün pulunun 20%-ni, %20'sini, ikinci gün qalan pulu, uşaqlar, %20 bizə verir 0,2x. Onda bu xəstənin nə qədər qaldı? Xəstədirsə, qaldı 0,x-dən çıxaram 0,2x, olar 0,8x-i qaldı. Baxın, qaldı. Sonra deyək ki, qalan pulunun, bax, bu deməli birinci gün, bu birinci günü idi. İkinci gün qalan pulu oldu 0,8x. Deyir, qalan pulunun 40%-ni, %40-ını. Bu da mənə verdi 0,32x. Baxın, bu birinci, bu da ikinci gün. Deyir, indi üçüncü gün isə son qalan pulunun. İndi baxın, birinci gün bu qədər xərcləyib, ikinci gün bu qədər xərcləyib. İndi son qalan pulu isə toplayaram, yazaram x çıxılsın və yaxud 0,2x-dən çıxaram bunu, fərqi yoxdur. Yazaram x çıxılsın 0,2x, üstə gəlsin 0,32x. Qalan pulun 60%-ni, yəni bunun 60%-ni xərclədi. Bu da mənə verəcək, bu mənə verəcək 0,52x. X-dən də çıxanda mənə verəcək 0,48x vur %60. Bu da mənə verəcək 6-ya vursam 8 yazıram. Deməli 4 yadda 28. Deməli bu da mənə verəcək 0,2 tam. Deməli mənə verəcək 0 tam. Dəqiqə, üzr istəyirəm. 0 tam. Deməli, mənə verəcək 1000-də 2088. 288. X. Deməli, bu da üçüncü gün. Üçüncü gün, ikinci gün, bu da birinci gün. Bu deməli, ümumi nə qədər qalıb? X çıxılsın 0,2x, üstə gəlsin 0,32x, üstə gəlsin 0,1000-də 288x-dən çıxmalıyıq. Və yaxud uşaqlar, burada bir dəfəlik, bayaq biz tapmışdıq da, ümumi nə qədər qalmışdı, qalan nə qədər idi? Qalan 0,48x idi. Və yaxud 0,48x-dən çıxacaq 0,1000-də 288x-ə. Mən də bunu çıxanda, bu da mənə verəcək
Deməli 2, 9, 0 tam 192x. Mənə deyir ki, nə qədər qalıb deyir? Qalıb 384 manat. Deməli, mənim qalan pulum 0,19x, yəni 384-ə bərabər olmalıdır. Bu da 192, 1192. Deməli, x də bərabərdir. 384-ü vuraram 1000-ə, bölərəm 192-yə. Bu da mənə verəcək 2000 deməli manat. Deyir, birinci gün nə qədər? Birinci gün sonunda. Sonunda deyirsə, birinci gün mənim 2000 manat pulum var idi, amma 20% xərcləmişdi. Onda nə qədər pulu qalacaq? 80% qalacaq da. 2000-in %80%-ni tapsam, 0-la bu 0, bu 0-la bu 0 getsə, olacaq 1600 manat pulu günün sonunda var idi. Keçirəm 9-cu suala. Deyir ki, 2m çıxılsın 6, x'in kubu üstü gəlsin 4x üstü m plus 3 bərabərdir 20. Deyir, tənliyinin kökü m'in hasilində neçə vahid böyükdür? M'in hasilində neçə vahid böyükdür? Deməli belə. Xətti tənliyi nədir? Xətti tənliyi y bərabərdir. Yəni ax bərabərdir b olmalıdır. Baxın, ax bərabərdir b şəklində olmalıdır. Burada mən x'in kubu verib. X'in kubu verib, sonra bura nə olmalıdır? 100%. 0-a bərabər olmalıdır. Yazıram 2m çıxılsın 6 bərabərdir 0. M bərabərdir 3-ə. M'i 3 tapdım. İndi bu tərəf 0-a getdi. Düzdür? İndi bura nə olmalıdır? Ax bərabərdir b-dir də. Ax bərabərdir b şəklində olmalıdırsa əgər bura, onda x üstü 1 olmalıdır. Onda yazıram m plus 3 bərabərdir 1. N də bərabərdir nəyə? Mənfi 2-yə. Deməli, bizim m'imiz, hasilimiz m'in bərabər oldu. 3 vur mənfi 2 bərabərdir mənfi 6-ya. İndi bizdən tənliyin kökünü soruşur. Uşaqlar, tənliyin kökü, yəni 4x bərabərdir 20, x də bərabərdir 5-ə. Çünki axı burada 1 olmalıdır, biz bu 1 elədik. X bərabərdir 5-ə. Yəni m'nin qiymətini yerinə qoysam nə olacaq? Baxın, m'nin qiymətini bir daha deyirəm. M'nin qiymətini yerinə qoysam olacaq 4x bərabərdir 20, x də bərabərdir 5-ə. Mənə deyir ki, tənliyin kökü, yəni 5, m'in hasilə, yəni mənfi altdan nə qədər böyükdür? Nə qədər böyükdür tapmaq üçün 5-dən mənfi 6 çıxacam. Bu da eləyəcək 11 vahid. C variantı. İndi isə keçirəm 10-cu suala. 10-cu sualda deyir ki, mənzilin ümumi sahəsi, uşaqlar, baxın, eyvanı verib, topluram 2x plus 3, üstə gələnsin 5x plus 4, üstə gələnsin 4x mətbəxi topluram, 4x çıx 1, yataq otağı 5x çıx 3, üstə gələnsin sanitar qovşaq 2x, üstə gələnsin x-in kvadratı plus 3, üstə gələnsin dəhliz 2x, dəhliz gəlməmişim 2x, üstə gələnsin 2x plus 1. Topladım. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 8-dən düzdür. Bərabərdir 142. Uşaqlar, x-in kvadratı bir dənədir. Baxın, bu yazdım. İndi x-lərə keçirəm. 2x, 5x, 7x, 7x, 4x, 11x, 16x, 18x, 20x, 22x. Üstə gələnsin 22x. 3-ün üstünə 4, 7, 7-dən 1 çıxanda 6, 6-dan 3 çıxanda 3, 3 üstünə 3, 6, 6-nın üstünə 1, 7. Üstə gəlir, 7 çıxılsın 142 bərabərdir 0. Onda x-in kvadratı plus 22x çıxılsın 135 bərabərdir 0. Diskriminantla tapsam olacaq 484 üstə gələnsin. Bu da 4-ə vursam 0 yazıram 2 hətta. 2 yazıram 1 yadda 9024. Uşaqlar, 1024 32-nin kvadratıdır. Onda x1 2 bərabərdir. Mənfi 22 müsbət mənfi 32 bölünsün 2. Uşaqlar, bizə müsbət lazım. Çünki dəhlizdən danışırıq, sahədən danışırıq. Onda mənfi 22 çıx 32 mənfi 4. Mənfi 4 2 bölündə mənfi 27 eləyir. Bu isə eləyəcək 5. 32-dən 22 çıxıram 10, 2-yə bölürəm 5. X-i tapdım 5. Məndən qonaqdan sağa soruşur. Qonaq otağıda 5x plus 4-dür. 5 vur 5, üstə gələnsin 4. Cavab neçə elədi? 20.
9C variantı. Keçirəm 11-ci sualı. X çıx y bərabərdir m. Deməli x y bərabərdir -3. Buradan x-i tapıram. X bərabərdir m plus y-ə. Yerinə qoyuram x-in yerinə. M plus y vur y bərabərdir -3. Yəni m y plus y-in kvadratı bərabərdir -3. Uşaq, nə zaman yeganə həlli olur? Diskriminant 0-a bərabər olanda. Onda m kvadratı çıxılsın 12 bərabərdir 0. Onda m də bərabərdir müsbət -2 kök altında 3. Cavab B variantı. 12-ci sual. A-nın hansı qiymətində kök altında x çıx 3 bərabərdir 5, x çıx 3 bərabərdir 5-in kvadratı, x də bərabərdir 28-ə. 28 qiymətin yerinə qoysam, olacaq A da bərabərdir 24 vurda, 25 vurda, yəni 100. A-nın hansı qiymətdə kökləri bərabərdir? A-nın 100 qiymətli. Cavab B variantı. X tapdım, yerinə qoydum. Keçirəm 13-cü suala. Uşaqlar 13-cü suala baxan kimi görürəm ki, birinci x çıxılsın 3-ün kvadratıdır. Aşağıdası isə x-i çıxartsam, olacaq x çıxılsın 3y bərabərdir 24. Bizdən x-y qasinin ən böyük qiymətini soruşur. Bir dəfə x çıxılsın 3y müsbətdə götürəcəm. Bir dəfə də x çıx 3y mənfidə götürəcəm. Bu da belə. Aha, indi bizə nə soruşur? Biz birinci sözdən baxaq. Yəni x çıxılsın 3y bərabərdir 4 olarsa, bu zaman biz bunu yeni 4 qoysaq, olacaq x vur 4 bərabərdir 24, x də bərabərdir müsbət 6-ya. Yox, əgər -4 qoysaq yerinə, onda bizim x-imiz olacaq -6. -6 bizdən x-y qasının ən böyük qiyməti soruşur. Deməli, x 6 olsa əgər, x 6 olsa, onda x çıxılsın 3y bərabərdir müsbət 4 olanda x-in yerinə 6 yazsam, olacaq 3y -3y bərabərdir -2y bərabərdir 3-də 2. Yox, əgər x bərabərdir -6-da yerinə -6 yazsam, olacaq -3y bərabərdir -4 plus 6, yəni y bərabərdir -2/3. İndi biz x, y qasını soruşur, ən böyük qiymətini soruşur. Bir dəfə burada 6 vuraram 3-də 2-yə, bu eləyər 4. Burada isə -6-nı vuraram -3-də 2, burada da cavab eləyər müsbət 4. Cavab olacaq 4A variantı. Keçdim 14-cü suala. X-in kvadratı çıxılsın 6x plus 3 bərabərdir 0. Buradan bilirəm ki, x1-lə x2-nin cəmi 6-dır. x1-lə x2-nin hasili isə 3-dür. Bizə də soruşur x1-in kubu plus x2-nin kubu. Mən də bunu açsam, görürəm ki, burada x1 plus x2, x1 kvadratı çıxılsın, x1 vur x2 üstəgənizin, deməli x-in kvadratı, x2-nin kvadratı lazımdır. Deməli, uşaqlar, görürsünüz ki, bax, bizdə bu qiymət var 6-dır, bu qiymət də var 3-dür, x1 kvadratı plus x2-nin kvadratı yoxdur. Bizim də bunun aid düsturumuz var. Belə bir düsturumuz var ki, x1 x2-nin kvadratı çıxılsın 2x1 x2. Yeni qiymətləri qoyuram. x1 x2-nin kvadratı, yəni 6-nın kvadratı çıxılsın 2 vur 3. 36 çıxılsın 6 bərabərdir 30. Burada yerinə qoyacam. Yazım bərabərdir. Baxın, buradan yazıram. 6 vurulsun 30 çıxılsın 3. Axı x1 ilə x2-nin kvadratı cəmi 30-dur. Bu da olacaq 6 vurulsun 27 bərabərdir. 2 yazıram 4 yadda 162A variantı. Keçdim 15-ci suala. Deyir x-in kvadratı çıxılsın 6x plus m çıx 5 bərabərdir 0. Yəni x1-in x2-nin cəmi nəyə bərabərdir? 6-ya. Hasili nəyə bərabərdir? M çıxılsın 5-ə. Çünki bu bizə könü verir. Bu da P-dir. Bizdən də soruşur uşaqlar. Bizə deyir ki, x1-in kvadratı plus x2-nin kvadratı bərabərdir 12, m-i tap. Mən də bilirəm ki, bu x1 üstə gəlinsin, x2-nin kvadratı çıxılsın 2x1 x2-yə bərabərdir. Baxın. Yerinə qoysam, olacaq m çıxılsın 5-in kvadratı, çıxılsın 2 vurulsun. Üzr istəyirəm, səhv yazdım. Deməli, burada olmalıdır.
x1 plus x2'nin kvadratı, yəni 6'nın kvadratı çıxılsın 2 vurulsun, m çıxılsın 5 bərabərdir 12. Bu da verəcək mənə 36 çıxılsın 2m üstə gələnsin 10 bərabərdir 12. Mənfi 2m bərabərdir 12 çıx 10 çıx 36. Mənfi 2m bərabərdir mənfi 34. M də bərabərdir 17'ye. Cavab oldu D variantı. Keçdim 16-cı suala. X-in kvadratı çıxılsın 5x üstə gələnsin 1 bərabərdir 0. Köklərindən biri m çıxılır. M-i qoyuram yerinə. Baxın. Bərabərdir 0-a. Mənə deyir ki, m üstə gələnsin 1 böl m-i tap. Mən də bunun hər tərəfini m-ə bölürəm. Bax, hər tərəfli m-ə bölürəm. M-ə bölsəm, olacaq m kvadratı çıx m. 5m böl m üstə gəlib 1 böl m bərabərdir 0. Burada da görürəm ki, m çıx 5 üstə gələnsin 1 böl m bərabərdir 0. Onda m üstə gələnsin 1 böl m bərabərdir 5'ə. Cavab 5. 17-ci sual. 2x çıxılsın 8 üstə gələnsin 5x çıxılsın 20 bərabərdir 14. Deyir, tənliyin kökləri cəmini tapın. Deməli, uşaqlar, mən buradan 2 çıxardıram mötərizənin xaricinə. Buradan da 5'i çıxardıram mötərizənin xaricinə. 2 ilə 5'in cəmi oldu 7 vurulsun, x çıxılsın 4 modulda. Onda ətrafı 7'yə bölsəm, bu da bərabərdir 2. Onda bir dəfə x çıx 4 bərabərdir 2, bir dəfə də x çıx bərabərdir mənfi 2. X bərabərdir 6, x də bərabərdir 2. Bizdən kökləri cəmini soruşur, cavab 8. 18-ci sual. Deyir ki, m kvadratı çıxılsın 7x, 4x bərabərdir mənfi 1, 3x çıxılsın 2x bərabərdir 6. Nə zaman həlli yoxdur. Mən də bilirəm ki, a1x plus b1 y bərabərdir c1. a2x plus b2 y bərabərdir c2 tənliyində a1'in a2'yə nisbəti b1'in b2 nisbətinə bərabərdir, amma fərqlidir. c1'in c2 nisbəti bu zaman həlli yoxdur. Onda yazıram m kvadratı çıxılsın 7 böl 3 bərabərdir 4 bölünsün mənfi 2 bərabər deyil, mənfi 1 bölünsün 6'ya. Şuralar, bir dəfə baxın, bir dəfə bu bərabərsizliyi həll edəcəm. Bir dəfə. Bir dəfə indi bu həll eləyək. Birinci yazdım ki, m kvadratı çıxılsın 7, 4'ü mənfi 2'yə bölündə mənfi 2, 3'ə vuranda mənfi 6. Onda m kvadratı bərabərdir nəyə? 1'ə. Onda m də bərabərdir müsbət mənfi 1. Bir dəfə də uşaqlar, m kvadratı çıxılsın 7 böl 3'ü bərabər deyil eləyəcəm. Mənfi 1 böl 6'ya çarpaz vuracağım. Bu da olacaq. 6m'in kvadratı çıxılsın 42 fərqlidir mənfi 3'dən. Mənfi 3'dən, çünki burada mənfi var. Mənfi 1'i götürdüm onu. Onda 6m'in kvadratı fərqlidir. Mənfi üstündən 42 gələndə 39. Onda m kvadratda fərqlidir. 39 bölünsün 6. Yəni, deməli, ixtisar eləsəm 13 böl 2. Yəni, m fərqlidir. Kök altında müsbət mənfi kök altında 6'dan onda 5'ə. Bizə deyir ki, m parametrinin hansı müsbət qiymətində tənlə sisteminin həlli yoxdur. Tənlə sisteminin həlli yoxdur o zaman ki, deməli, m bərabərdir, müsbət qiymət soruşur da, müsbət 1 qiymətində. Deməli belə, cavabımız oldu 1. Burada cavabımız oldu 1. Keçdik 19-cu sualı. Deyir, x-in kvadratı çıxılsın 7x, üstə gələnsin 3 bərabərdir 0. Köklərindən biri m'dir. Yenə m-i qoyuram yerinə, yazıram m kvadratı çıx 7m plus 3 bərabərdir 0. Bunu qıraqda yazdım, saxlayıram. İndi aşağıdakı misalıma açıram. Açanda olacaq m kvadratı, baxın, buna vururam, buna. Çıxılsın 3m, üstə gələnsin 6 çıxılsın 4m. Bu da mənə verəcək m kvadratı çıxılsın 7m plus 6. Mən də buradan görürəm ki, m kvadratı çıxılsın 7m mənfi 3'ə bərabərdir. Mən də bunun yerinə mənfi 3 yazsam, cavabımız olacaq 3. 20-ci sual. Köklərindən biri 5 çıxılsın kök altında 3 olan rasional əmsallı
çevrilmiş kvadrat tənliyin kökləri hasili kökləri cəmindən nə qədər çoxdur. Deməli, yazıda bir şey saxlayın ki, rasional əmsalı, yəni köklərindən biri budursa, yəni bu x1-dirsə, onda x2 5 üstəgəlsin qoşması olur həmişə irrasional olanda tənliyin kökü. Yəni biri 5 çıxı kök ötürsə, biri qoşması olmalıdır. Tənliyin kökləri hasili, yəni x1-in x2-nin hasili 5 çıxılsın kök altında 3, 5 üstəgəlsin kök altında 3-dür. Bu da mənə verəcək 22. Tənliyin kökləri cəmi isə mənə verəcək 5 çıx kök altında 3 üstəgəlsin 5 üstəgəlsin kök altında 3. Bunlar islah getdi. Cavab oldu 10. Bizə deyir ki, nə qədər çoxdur? 22-dən də çıxaram 10-u. Cavab elədi 12 vahid çoxdur. 21-ci sual. X çıxılsın 5. X çıxılsın 5 bərabərdir A kvadratda çıxılsın 11 A plus 13. Tənliyin yeganə həlli olması üçün bu sıfıra bərabər olmalıdır. Yeganə həllinin olması üçün A parametrini ala biləcəyi qiymətlərinin cəmini tapın. 1 sıfıra bərabər olmalıdır uşaqlar. 1 sıfıra bərabər olmalıdır. 100% yəni sıfıra bərabər olmalıdır. Həll eləsək biz bunu bizim ala biləcək qiymətlərin cəmini soruşur. A-nın ala biləcək. Burada A-nın ala biləcək qiymətlər elə 11-dir cəmi. Kökləri cəmi elə 11-dir. Aha. Deməli, buradan da cavab olacaq nə? 11. Kökləri cəmini soruşmurdu uşaqlar. Viet teoreminə görə. Çünki Viet teoreminə görə A1 ilə A2-nin cəmi, yəni köklərinin cəmi ilə 11-dir. Hasili isə nədir? 13-dür. 21-də cavab oldu 11. 22-ci sual. İbrahim kağız vərəqlərini istifadə edərək ümumi sayı 12, 14 bucaqlı və 5 bucaqlı figurlar çəkdi. Deməli, İbrahim kağız vərəqlərini istifadə ümumi sayı 12 olan kəsdi və hər figurun müxtəlif simvolu iştirak edir. Deməli, 4 bucaqlıdan 4 bucaqlı x dənədir. 5 bucaqlı y dənədir. Cəmi deyir 12 dənə belə bir kağız düzəldib. Və hər figurun təpə nöqtələrini müxtəlif simvollarla işarə etdi. Deməli, təpə nöqtələrinin sayı, 4 bucaqlının təpə nöqtələrinin sayı nədir? Uşaqlar 4 dənədir. 4x-dir. Yəni, axı 4 bucaqlının 5 təpə nöqtəsi var. 1, 2, 3, 4. 4 bucaqlının, amma 5 bucaqlının isə 1, 2, 3, 4, 5. 5 təpə nöqtəsi var. 5y bərabərdir 55. Biz bunu həll etməliyik. Mən də bunun üçün bir də bu -5-ə vururam. Olacaq -5x çıxılsın 5y bərabərdir -60. Mən də bunu alt toplasam bununla bu getdi. Olacaq -x bərabərdir deməli -5. X də bərabərdir nəyə? 5-ə. X 5-dirsə, deməli 5 4 bucaqlı kəsibsə, deməli 7 dənə də nə kəsib uşaqlar? Bizdən 5 bucaqlı soruşur. 7 5 bucaqlı kəsib. 23-cü sual. Deyir ki, deməli şəkil çəkim. Deməli uşaqlar, eni 13, yəni baxın, bura 13-dür. 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 Baxın, bura 13-dür. Bizdən soruş, bizə deyir ki, uzunluğu isə 28-dir. Baxın, bax. Bura 28-dir. Burada 28-dir. Mənə deyir ki, ətrafına eyni və sahəsi 86 kvadratmetrin qasıc olaraq çəkilib. Yəni, baxın, bu gördüyünüz, bax. Bu gördüyünüz, bir rəngini dəyişəyim. Görməsin. Baxın, gördünüz, bax, bunun sahəsi 86-dır. Işıqlanmış isə 86-dır. Bizə də zolağın enini soruşur. Mən nə edərəm? Zolağın enini soruşur. Yəni, bizdən soruşur. Deməli, bizdən zolağın enini soruşur. Zolaqda uşaqlar, yəni x-i soruşur da, bizdən buranı soruşur. Bizdən buranı soruşur. İndi neyəcəyik? Götürürəm. Mən buranın sahəsini verib. Ümumi bura, baxın, bura neçə santimetrdir? Bura 28-dirsə, bura x-dirsə, bura x-dirsə, onda bura 28 plus 2x-dir. Bura isə 13 üstəgəlsin 2x-dir. Niyə? Çünki burada x idi, burada x idi. Burada 13 idi. Onda mən yazaram ki, 13 üstəgəlsin 2x vurulsun, 28 plus 2x-i bərabərdir.
Zolağın sahəsi nədir? 86-dır. Düzdür uşaqlar, işıqlanmış hissənin sahəsi 86-dır. Ortadakı deməli düzbucaqlığın sahəsi də 13 vurulsun 28-dir. Aha. İndi bu həll edirəm. Yazıram ki, deməli 13 vurulsun 28, üstə gəlinsin 26x, üstə gəlinsin 56x, üstə gəlinsin 4x-in kvadratı bərabərdir 86 plus 13 vurulsun 28. Bununla bu islah getdi. Qaldı məndə 4x-in kvadratı plus 26x çıxılsın 30 bərabərdir 0. Hətta 2-yə bölsəm 13x çıxılsın 15 bərabərdir 0. Diskriminant tapıram. 169 üstə gəlinsin 120. Bu da mənə verdi 289. Onda mənfi 13 müsbət mənfi 17 bölünsün 4 bərabərdir 4 böl 4 bərabərdir 1. Mənfi 30 böldür. Bizə mənfi lazım deyil. Cavab olacaq 1. X də bərabərdir 1. Deməli 24-cü suala baxırıq. 10 faizli x qram məhluldan götürüblər. 40 faizli qram məhluldan götürüblər. Ümumi x plus y qram məhlul olubdur. Deməli, vur 100 bərabərdir olub 20 faizli. Ümumi deməli x plus y 300 qram olub. Çünki bizə deyir ki, 300 qram 20 faizli yeni məhlul hazırladılar. Deməli, bizim məhlulumuzun ümumi kütləsi olub 300 qram. Onda yazıram ki, ixtisar eləsəm 0,1x plus 0,4y bölünsün 300 vur 100 bərabərdir 20. Bunlar ixtisar gedir. 3-ü də 2-yə vursam olacaq 0,1x plus 0,4y bərabərdir 6. Hər tərəfi ona vursam x plus 4y bərabərdir 60. Mən də bilirəm ki, x plus y nədir uşaqlar? 300 qram məhlul idi, düzdürmü? Aha, deməli. Uşaqlar, burada 320 vuranda 60-ı bura 600 edir. Sonra mən götürəm bunları uşaqlar, altıda çıxıram. Əslində deyəcəz toplama var. Yaxşı, gəlin mənfi 1-ə vuraq, çaşmayın. X gəlsin 4y bərabərdir 600, mənfi x çıxılsın y bərabərdir mənfi 300. Toplayıram alt-alta, olacaq 3y bərabərdir 300, y də bərabərdir 100. Y 100-dürsə, deməli x-imiz nəymiş? 200 imiş. Deyir 10 faizli məhlulun ilkin miqdarını tapın. 10 faizli məhlulun məndə x idi. X-in də ilkin miqdarı nəymiş uşaqlar? 200 imiş. Cavab 200. 25-ci sual. Yusif və İbrahimin yaşları cəmi 15-ə bərabərdir. İbrahim Yusifin yaşına çatdıqda Yusifin 21 yaşı olacaq. Deməli, İbrahim Yusifin yaşı deyək ki, indi x-dir. Bununki y-dir. Müəyyən bir ildən sonra, x ildən sonra, məsələn, a ildən sonra, bu olacaq y plus a, bu da olacaq x plus a. Deyir, müəyyən bir a ildən sonra İbrahim Yusifin yaşını alacaq. Fərz et ki, a ildən sonra İbrahimin yaşı oldu x. İbrahimin yaşı x olanda deyir, Yusifin 21 yaşı olacaq. Bunda 21 yaş olacaq. Yusif İbrahimdən neçə yaş böyükdür? Uşaqlar, mən bu alt-alta çıxıram deyəcəm, amma gəlin əvəz etmə də eləyə bilərik. X-i yenə yazacam. Yox, x-i yenə heç yazmaq istəmirəm. Mən istəyirəm ki, mənfi 1-ə vuraq. Olsun, mənfi y çıx a bərabərdir mənfi x, x üstü gəlsin a bərabərdir 21. Alta toplasam nə olacaq? Olacaq mənfi y üstü gəlsin x, mənfi x çıxılsın üstü gəlsin 21. Bu da mənə verəcək mənfi y üstə gəlsin 2x bərabərdir 21. Bu belə. Sonra deməli Yusif İbrahimin neçə yaş böyük olacaq. Deməli bizə də yuxarıda verib ki, y-nin x-in cəmi 15-dir. Yəni bu Yusiflə İbrahimin yaşları cəmi nədir uşaqlar? 15-dir. Mən də bu sistem tənik kimi həll etsəm, alt toplasam olacaq 3x bərabərdir 36, x də bərabərdir 12. X 12-dirsə, onda y-dir 3 imiş. Yusif İbrahim neçə yaş böyükdür? 12-dən də 3 çıxaram, cavab edir 9 yaş böyükdür. Baxdığınız üçün çox sağ olun, təşəkkür edirəm.